Bəli dostlar, imtihana girəcəyik indi. İmtihandan sonra gedirik videomuzu çəkməyə. Mən də 4 videoda tipim yenidir. Paltarım bir dənə deyə paltarım. Bax, özünə baxarsan yaxşısan. Sözüm var, kendiniz də salam göndər. Arzu biliyə salam göndər. Nədə abi? İhtiyac yoxdur. İhtiyac yoxdur, yaxşı. Dostlar, videoda görüşərik. Hər kəs salamlar dostlar. Bəli, videomuza yavaş-yavaş başlayırıq. İmtihanı verdik Camal müəllimlə. İmtihanı verdik. İmtihan yaxşı oldu şükür Allaha. Yəqin ki... Nerede yaxşı? Hə, qiymətlərimiz deməyək göz dəyər buradan, hə? Qiymətlərimiz çox demirik. Şükür Allah, imtihanlar istədiyimiz kimi oldu. Hələ də oldu da bəli, demək istədiyimiz kimi oldu. Gedir indi gəmi deyə bir yer var uşaqlar. Yəqin ki, çoxunuz görməyibsiniz məncə, çoxunuz da minməyibsiniz. Çünki dostlarımın yəni %5% falan minibdə o gəmiyə. Gəmi ekskursiyasını. Dedik ki, əgər həqiqətən varmı? Başqa qızlar göstərim, hə? Bizim qızlar deyil onu, hə? Hətta sala geçsiz. Nədir bura? Siz də göstər, bir salam deyin. Bir salam deyin. Salam. Ben yandan çekmedim. Salam. Oldu, uğurlar, görüşərik. Uşaqlar qrup yoldaşlarımız idi. Nəsə, harası gedir də, harası gedirdilər. Biz də gedirik gəmiyə minəcəyik. Gəlib bir dənə simit alaq, orada quşlara falan simit verərik. Bir dənə bravoya girərik yəqin ki. Oldu. Gəminin qabağında həm daxtıra var, yerini tapaq. Oranı göstəririk sizə. Bəli dostlar, burada bir dənə bir aparat var belə bir. Boyamızı 8 ölçür. Bunu eləyəcək indi. Bu neydi? Dostlar, belə bir çek çıxdı. Hündürlük 1.74, çəki 1.79. Burada bir gəmi var, deyəsən budur. Məncə zaman budur ya. Hə? Kassa. Kassa ticket. Şu bu xalalar gedirlər oraya. Bu gəmiyə siz baxırsınız kassasını. Neçədir? Saat nə vaxt çıxır bu indi? Son söz zaman. Dostlar, bu gəmidir. Dedilər ki, sizə görürüz deyən, dedilər bəlkə alağa ikinci vərt 10 manat. Nasıl deyə, yoxsa yox? Bəlkə biz bunlar verək çürək, hə? 2 dənə. Orada verəmiz, o gəmi tezdir. Bəlkə biraz daha verək, bir dənə simidi bunlara verək, gəl. Dostlar, simidin birini bunlara verəcəyik. Tamam. Göydə çıxırlar bax, göydə çıxırlar bax indi. Bunlar biraz uçsun oydular. Bax göydə tutdu. Bax gördünüz mü? Göydə tutdu. Bax göydə tutdular ya. Onlar qorxdu mu ha? Qorxdunuz ama. Sonra göydə tutdular ya. Ha qorxdu. Sen bilemem. Dostlar, deyəsən reis azı deyə gəmini gözləyirik. İstəyirəm kapitanlardan soruşum, reis var mı yoxsa yoxdur mu? Camal qoymur. Peki soruşum, nə olacaq ya? Qışqırma, ay. Dostlar, orada kapitanlar var, belə qərib bir yerdir. Gəmi belə bir gəmidir. Yəqin ki, reis olmayacaq bugün, boş yerə gəldik deyəsən. Boş yerə gəlsək növbəti gün, yəni sizi görməyəsiniz onu, tez gəlib seçərik. İnşallah, məncə gəlməyəcək, amma yenə varıq da. Dostlar, bu kassada duran qızlar var idi, heç başlar çıxmıyorsun, tupoydular, belə soruşuq, heç demirdilər, deyirlər, 3-də olacaq, bilmirik hələ. Getdim, pəncərəsini döydüm kapitanın, gəmini oturmuşdan yuxarısında belə əl elədim. Çıxdı çölə, Camal deyir, eləmə, utanıram, nə yapmamaq, hə? Dedi, ən az 80 nəfər yığılmalıdır, yəqin ki, təxət düşəcək bu reis. O da 80 nəfər yoxdur, yəqin ki, təxət düşdü. O bir reis saat 5-dədir, biz 5-ə gözləyəmərik. Yəqin ki, bir neçə gün, yəqin ki, sabah gələcək təzdən. Sabah gəlsək, yəqin ki, olar bəlkə, sınıyarıq indi. Dostlar, qağayları aldığımız simli özümüz yedik. Mesela acdıq.
One day later. Bəli dostlar, bir gün sonra yenə gəldik. Baxaq görək ki, bu gün gəmi olacaqmı, yoxsa yox. Tamam əlimdə yanımızdadır, sağ olsun, bir tək qoymadı. Zaman biz salam veririk, tamam. Salam. Bəli dostlar, gedirik indi, əgər alansa minəcək, alınmasa minməyəcək. Burada belə quşlar da var. Camal da burada. Bəli, görək gəmi alınacaq. Gəmi alınmasa uşaqlar, bir dənə qayığa falan minəcək Camaldan. Axıncı versiyamız budur. Dostlar, gedirik gəmiyə, gəmi olmasa ikili velosipedlər var, onlara minəcək. Bəli dostlar, gəldik, bu gün də giriş yoxdur. Deyirlər ki, hər gün olur, bir dənə bu 2 gündür yoxdur, hava deyir pis olduğu üçün, bir də adamlar az olduğu üçün. Bəli. Burada bir dənə gəmi var dostlar, bu gəmini göstərmək istəyirik sizə. Nə gəmisi olduğu haqqında heç bir fikrimiz yoxdur. Heç başda bunu çəkmək olmaz. Biz çəkdik amma. Bugünkü konseptimiz atraksiyonlardır. Bakıda olan atraksiyonları çəkəcəyik indi. Gedirik indi atraksiyonlara, baxaq görək həm qiymətlərini, həm münasibdimi, həm belə yaxşıdırmı, gəlməyə dəyərmi, əyləncəlidirmi, bunları sınayacaq. Camal sözüm var Camal. Bir dənə kəndə salam deyək, kəndə salam deyək. Salam, salam deyirəm, kəndə. Çıxardır. Yaxşı. Bəli, dostlar, gedirik indi atraksiyonlara minməyə. Dostlar, belə bir yerdir, gəldik indi, orada kassa var. Sizə görək burada hansı atraksiyonlar var, hansına minə biləcəyik. Bizim yaşımıza uyğun nələri var. Bax görək. Tamam, elə çox şey yoxdur ha yüngül. Elə tamam, çox belə vav şeylər yoxdur. Salam əleykum. Buradakı bir tapatlar işləyir. İşləyir, prosto hal-hazırda işıqlar söndü. Yollarda biznes qabağına 125 gələcəm, rahatla. İşıqlar söndü. Hə, işıqlar söndü. Görürsən zaman bizim bəxtimiz. Nə var ki, işıqlar? Gec gəl. Yəni yarım saat, 1 saat var. Hə, oldu. Qiymətləri necədir bilirsiniz qiymətləri? Hamısı 4 manatdır. Ha, oldu. Dostlar, gördüyünüz kimi hara gedirik, qaradabanıq. İşimiz rast getmir. Gəldik, səhərdən hamı əylənirdi, qışqırır idi. Biz gəldik, dedilər işıqlar söndü, 1 saat sonra gələcək. Yəni, nə deyim, biz gəlmə videosu belə, bu video belə. Nə olub ala? Dostlar, siz bilmirsiniz, sizə də deyim, gəmi videosu çəkdik güya, gəmi videosu alınmadı. Çünki deyilən görə hər gün reis var idi. Bir dənə biz getdiyimiz gün hava çox pis oldu və heç kim olmadı. Reislər dayandı. Gəldik atraksiyonlarda işıqlar söndü. Samal, indi nə eləyək? Hə Samal, indi nə eləyək? İdeyam yoxdur. Dostlar, atraksiyonlar da xarab oldu. Yəni, sözlərimiz kifayətsiz qaldı. Bir insanlar bu qədər müşansız. Dostlar, həmişə pulumuz olmurdu. İndi pulumuz var, bəxtimiz yoxdur. Allah da istəmir, həqiqətən. Bizə yaraşdırmır, görürsən Camal. Bizə həqiqətən yaraşdırmır belə şeyləri. Nə bilim, hə. Camal, gedək sən Allah. O fırlanan şey var, ona da deyək. O da işləmirsə Camal, o da işləməyəcəksə, həqiqətən bu günü uğursuz bir video eləyək, tam bitək deyək, yaxşı? Onu bizə görə işlətməzlər. Dostlar, gəmi turu işləmədi, getdik karusel. Uşaqlar, o qədər bəxtsiz insanlar, getdik karuselə. Karuselin risk biz ayağımıza basan kimi işıqlar söndü. Hamını qovladılar ki, da girənməsiniz şey yoxdur. Gəlmiş belə burada velosipedlər var, bunları minmək istəyirik. Camal deyir, mən minmərəm, atam məni qoymaz. Və 2 nəfərlik velosipedlərdir. Camal, nə minərik ya buna? Yox, bir qiymətini suçuq da. Kim var bu? Velosipedlərin qiymətini deyə bilərsin, salam əleykum. Hamısı o 2'li 1'li, yoxsa? 15 manatdır? Ha, görmədik, üzürürsən. Oldu, çox sağ ol. Ulan çək. Şurasından söz eləməkdir. Həm məsələn, görürsünüz ki, heç şey eləmirik. Məncə, hər bir Azərbaycan gənci kimi gəzirik, amma heç bir aktivite eləmirik də yəni. Belə bir yabırsızlıq olmaz. Hara gedirik amma? Dostlar, videonun konseptini çeviririk. 0 manatla bir gün elədik. Çünki heç bir aktivitəyə minmədik yəni. Həqiqətən 0 manatla gəzirik hal-hazırda. Velosipedə minmədik, gəmiyə minmədik, karuselə minmədik. Karusel bağlı idi, Camal işləmir. Atraksiyon alətləri
biz gəldik dostlar içinə, içində qızlar falan var idi. Belə qızlar, oğlanlar, belə şey idilər. İşləyirdilər nə deyir, saç demək. Yəni oynayırdılar içində. Nə deyirlər ona? Oynayırlar deyirlər. Hətta minmişlər də yəni aparatlara. Biz ayağımıza qoyan ki, işıqlar söndü, hamını çıxartdılar içindən. Dostlar, gəldik filmə baxmağa. Həmişə kimi tapmadıq film baxmağa. Yəni bu gün 4-cü uğursuzluqdur ki, yəni başımıza gəlir. Yəni dedik, ay Allah, dedik ki, film baxaq. Yəqin ki, filmdə olmamazlıq olmaz da yəni. Film də yoxdur dostlar. Filmdə yəni yaxşı film yox, azaq pis filmlər var. Bu filmə baxmaq istədik, o da 5 fevraldaymış. Yəni şanssız bir gün davam edirik. Dostlar, deməli gördük heç eləyənmirik, gəldik yemək yeməyə. Burger King'dən sipariş verdik. Çox qəşəng bir mənzərəsi var buranın belə. Çöldən belə görürsünüz dostlar. Oturmuşuq, burada qəşəng yerimiz var. Mənzərə də super. Mənzərəmizi izləyərsiniz. Yəni dostlar gördüyünüz kimi. Otur, baxma. Yemirsən kamerayı. Səid Selim, otur. O Səid yəni çox şanssız bir gün oldu. Bəzən həyatda belə günlər də var. Amma dostlar, yəni biz pes yedik dostlar. Bəzi adamlar var, deyirlər, pes etməyəcək, nə bilim, geri addım atmayacaq. Biz geri addım atdıq. Nə gəmiyə minəcəyik ilə belə, nə bilim, karusel, nə velosipedə mindik, nə atraksiya minəcəyik. Düz dostlar, bəzən həyatda olmur. Qəbullanmalısın olmayanda. Dirəşməli deyilsən. Nə qədər dirəşsən, əvvəl-axır gəlib eyni şey çıxacaqsan. Gün mənfiyə gedirik. Bəli, ürək sözlərim bu qədər. Həqiqətən çox məyus oldum. Nə qədər xəyallar qurmuşdum. Gəmiyə minəcəkdik, gəzəcəkdik. Xanım dedi ki, gəmidə oturan xanım. Dedi ki, hər gün dedi reis var, bir dənə bu gün yox. Çünki dedi hava şəraiti pisdir. O da gəldi bizi gördü. Həm də dedi adam sayı çox azdır. Yəni yenə deyil təkrarlayıram. Gəldi dedik atraksiyonlara minək. Biz ayağımızı atdıq atraksiyonlara, səhərdən işləyir, hamı qışqırır eləyir dedi. Maraqlı gəldik biz. Ayağımızı atdıq, dedilər işıqlar söndü. 2 saat sonra yanacaq. Onu da gözləməyə xodumuz yoxdur. Gəldik, dedik filmə bax. Yaxşı deyək, Allah kəssin. Yaxşı deyək. Bax filmə. Gəldik filmə baxmağa dostlar. Bir dənə düzəməli film yoxdur. Bütün maraqlı filmlər sabahdan başlayır. Yəni gördüyünüz kimi bəzən həyatda zorlamayasın. Yəni getdik velosiped minməyə dostlar. Velosipedlər bir dənə velosiped dostlar 4 manatdır. Biz ikili velosiped minmək istəyirdik. Yox belə minirlər, belə TNT motivli var idi, belə 4 dənə 5 dənə arxa dururlar camal, velosiped minirlər. Hamısı bir velosiped sürür. Mənim xəyalım idi onu minmək dostlar. 15 manat imiş yarım saatı. Mən ona 15 manat verirsəm atam məni öldürər. Onun üçün yəqin o da qaldı, eləməyəcəyik. Gəldik dostlar bir dənə burger yedik, sonra cəhənnəm olacaq evimizə, işimizə yəqin.